Şöhrət ordenli xalq artisti, görkəmli aktyor İlham Namiq Kamal Naxçıvan sənət adamları ilə görüşüb. Səhnədən səhnəyə adlı görüş çərçivəsində gənc aktyorlar, eləcə də Məhəmməd Ağa Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının yaradıcı heyəti üçün ustad dərsi təşkil edilib. Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Mədəniyyət və İncəsənət Universitetinin professoru, Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Şöhrət ordenli xalq artisti İlham Namiq Kamal Məhəmməd Ağa Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının qonağı olub. Səhnədən səhnəyə adlı görüş çərçivəsində sənətkarın zəngin yaradıcılıq yolu, səhnə təcrübəsi və Azərbaycan teatrının inkişafı haqqında maraqlı söhbət aparılıb. Teatrın səhnələrinin akademik dram teatr olsun, mən məsələn Akademik Dram Teatrında 35 il işləmişəm. Mənim üçün maraqlı oldu ki, mən də uzun illər istər təhsil sistemində, istərsə də teatrda işləmişəm. Onların verdikləri suallar, müasir baxımdan yanaşma mənim üçün çox ləzzət elədi mənə. Mən də onların suallarına çox açıq-aydın cavab verdim. Yəni, çatışan cəhdlərin hamısını dedim, onlar da hər şeyi başa düşdülər. Görüş çərçivəsində gənc aktyorlar, eləcə də Məhəmməd Ağa Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının yaradıcı heyəti üçün ustad dərsi təşkil edilib. İlham Namiq Kamal uzun illik səhnə təcrübəsini bölüşüb, aktyor sənət incəliklərini, obraz üzərində iş, səhnə davranışı və aktyorun peşəkar inkişafı barədə praktik tövsiyələr verib. Sən heç nədən yeni insanlar yaradırsan. Sən heç özündən asılı olmayaraq çeşit insanlar ciddən ciddə girərək insanlara heyrətləndirirsən. Bugünkü ustad dərsi həqiqətən həm belə deyək, İlham müəllimin o xoş enerjisi ilə daha da möhtəşəm oldu və aktyorlar Azərbaycan teatrı haqqında, kukla teatrı haqqında bir çox məlumatlar əxs elədilər və daimi şəkildə biz çalışırıq ki, belə ustad dərslərimiz olsun və bizim kalifiyə sənətkarlarımızdan aktyorlarımız baxıb öyrənsinlər və ümid edirəm ki, bu sonuncu olmayacaq, bunun ardı gələcək. Bizim üçün çox xoş bir hal idi. Çünki biz hər ustad dərslərimizdə fərqli müəllimlərlə ünsiyyətdə oluruq, fərqli onlardan biliklər öyrənirik. Biz nə qədər Naxçıvan Dövlət Kukla Teatrında hər kəs öz sahəsi üzrə fəaliyyət göstərsə də, nə qədər öyrənsək yenə də azdır. Bizim üçün bu çox dəyərlidir. Ustad dərslərinin keçirilməsi həm dəyərlidir, həm də önəmlidir. Sənət adamları ilə keçirilən belə görüşlər təcrübəni ustaddan gənc nəslə ötürən, səhnənin bir nəslinin digərinə yol göstərdiyi xüsusi sənət görüşü kimi dəyərləndirilir. Tərlan İbrahimova, Şəfək Rüstəmova, Rafət Kərimov, NTV Xəbər.